Deməli, salam aleyküm, əziz izləyicilərimiz. Bu bizim hörmətli Çərəli sakinimiz olan Talih Həmirgilin atası Əhməd babacının evləridir. Bugünkü gündə sizi bu evinə bir daha tanış edirik. Bu ön hissəsidir. Mən aşağıda armud var, burada qoy göstərdim sizə. Bax, bu elə o vaxtdan deyir ki, bu armud o vaxtdan da qalıb. Biraz şəraitsizlik çəkmək, rahat çəkmək olmur. Armudun yanından durub çəkiliş edirəm. Bu aşağı hissəsidir, ön hissəsidir. Talih Həmidir. Bu benim babamın evi, baba evimdi, ata evimdi. Oradan da ise babamın, indi uçup dağılıb orada heç də görsənmir, orada babamın damı olub. Sonra atam bu evi tikib, mən də uşaqdım. Yəni bu ev tikiləndə, nə bilim, çay gətir, su gətir, belə idi bizimkidə. Kömək edirdiniz də? Evdir. Bu evin, bura evin giriş hissəsidir. Koridordur başlatan. Çotaq o yüzdə, çotaq bu yüzdə. 4 otaqlı ev idi. Bu hissə klaşatka idi belə, indi isə şu dağıdıqlar. Həmişə stol qoyardıq, burada oturardıq. Gözəl mənzərəsi var kəndimizin, buradan elə kəndin çox yeri qəşəng görsənirdi. Orada böyük baseynimiz var idi və 14 tonluq baseyn idi. 12 tonluqda çən var idi. Yağan yağışın suyundan yığardıq həmişə. O su bizə bəs eləyərdi. Heç kimdə su olmasa bizdə su olardı. Nə bilir? Çox xatirələrimiz var. Bu qapıda 17 dənə tut ağacı var idi. İndi bir dənə bax, bu ağacın kötü hissəsi qalır. Vəssalam. Başqa heç biri yoxdur. Burada ben çıxanda normal bar verən armud ağacımız vardı. Böyük, necə deyim, böyük armudlar idi. Yəni meyvəsi böyük demək istəyirəm. Neçə dənə? 6 dənə. Ay maşallah. İri ağac idi. Yəni bax salmışdı. Belə deyiblər də, o taylı bu taylı çərəldi. O tay quzey sayılır, bəri tay güney. Quzey sayda olmayan ağaçlar bitib. Ora biraz rütubəti çox olurdu. Ona görə də orada ağaçlar bitib. Amma burada güney sayda olan ağaçların hamısı quruyub. Tək-tək ağaçlar qalıb. Bax, məsələn, bir dənə bu armudumuz qalıb. Bizim, yəni, biz çıxanda bu armud elə belə idi. Bu 30 müddətində baxım olmuyor. Bu armud nə böyüyüb, nə balacalaşıb. Elə necə var, elə də bax, bu armud var yerində. İnşallah, Allah'ın köməyi ilə qayıdarıq. İnşallah. Yəni, yenə o şəraiti qurarıq. Düzdür. Belə bir deyim var, deyir, qayıtsa da Çərəli, qayıtmaz o Çərəli. O Çərəli qayıtmasa da, yenə də çalışıb Çərəli adını yaşatmaq istəyir. Bu Çərəlinin böyük qəhrəmanları olub, mərd kəndi olub. Bunu da arvadlar da mərd olub. İndi deyirlər bu Çərəlidə veteranlar, döyüşənlər, valla bu Çərəlinin qadından, uşaqdan böyüyə hər biri veterandır, hər biri. Çünki burada ermənilər döyüş vaxtı kəndə atırdılar, arvad, uşaq, hər biri yəni, onu izləyirdi. Burada yadımdadır bir epizod deyim ki, burada bizim yəni, mal heyvanın peynini tökdüyümüz yer vardı, biraz baxdı, o pasinkaların yanında. Atışma vaxtı anam gedib oradan durub baxmışdı. Gəlib bizim həyətə düşmüşdü, baxıdı ora. Anam oturan yerdən keçmişdi. O durub gedəndən sonra olmuşdu orada. Aralaşandan bir 5 dəqiqə sonra ora düşmüşdü. Yəni hər bir kəs uşaqdan böyüyə bu müharibənin acısını bizim bu Çərəlilərin, yenə deyirəm, uşaqdan böyüyə hər biri müharibənin acısını çəkiblər. Allah can sağlığı versin. Bir də o günlər gəlməsin. Amin.